Elə insanlar var ki, diplomlardan, sertifikatlardan, qiymətlərdən elə yapışırlar ki, elə bir orada onların dəyərləri gizlənib. Baxın ha, mən axmaq deyiləm. Bax, diplomum var. Bax, sübut eləmişəm. Amma içində nə baş verir? Qorxu oturub birdən axmaq görünər amma. Nə qədər o qorxu böyüdürsə, bir o qədər ağıllı, bilən, savadsız deyilən maskası bir o qədər bərk yapışır insana, bərk edilir özünə. Elə həmin an o maskanın arxasında axmağın kölgəsi dayanıb. Paradoks budur ki, insan nə qədər çox ağıllı görsənmək istəyir, deyir ki, mən ağıllıyam, bir o qədər də dərinlikdə hiss edir ki, yox, məndə nəsə çatışmır. Məndə nəsə əksidir, yox, mən yetərli deyiləm. Sözdür ki, mən elə axmağam. Yəni, axmaq kölgəsi nə qədər gizlədilsə, bir o qədər səssiz-səssiz o içəridə kök salır. İmенно bu axmaq kölgəsi imkan vermir ki, insan biraz dəli kimi hərəkət eləsin, biraz axmaq kimi hərəkət eləsin. Bu axmaq kölgəsi imkan vermir ki, insan canlı olsun, canlı bir hərəkət eləsin. İmkan vermir səhv eləyəsin, imkan vermir cəhd edəsin. O içəridə bıçıldayır ki, eləmə belə, bu axmaqlıqdır, bu ciddi deyil, biabır olarsan. Və biz otururuq ciddi-ciddi, daxildən darıxırıq, daxildən sıxılırıq, boğuluruq, ölürük. Daxildən, içəridən dəhşətli bir darıxmaçılıq gəlir. Ölürük darıxmaqdan. Bunu axmaq kölgəsi eləyir.